Əziz şagirdlər, tələbələr, müəllimlər, biz bugün ali təhsil müəssisələrinin qəbul imtahanının ikinci mərhələsi üçün informatika fənni olan model suallara baxacağıq. 2024-cü ilin model suallarıdır, nümunə suallarıdır. İnformatika fənni üzrə. Başlayaq elə birinci sualdan. Məlumdur ki, prosesorun sürəti onun operativ yaddaşla birləşdirən işinin sürətindən yüksəkdir. Bu prosesorun işində gecikmələrə səbəb ola bilir. Bu gecikmənin təsiri necə azaldılır? Bu gecikmənin təsiri keş yaddaş vasitəsilə azaldılır. Çünki keş yaddaş prosesor və RAM arasında informasiya mübadiləsini sürətləndirmək üçün istifadə olunur. Keş yaddaşın bildiyimiz kimi birinci səviyyəsi yerləşir prosesorun üzərində, ikinci səviyyəsi yerləşir prosesor RAM arasında. Yeni istehsal olunan kompüterlərdə artıq üçüncü səviyyədə var və o da anaplatda yerləşir. Bir sözlə bizim cavabımız olur keş yaddaş. Keçirik ikinci suala. Universitetdə bir yerdə oxuyan Asif, Vüqar, Malik və Elnur fərqli musiqi alətlərində ifa edirlər. Fərqli dillərdə danışırlar. Məlumdur ki, Asif gitarada ifa edir. Fransızca danışa bilən skripkada ifa edir. Və sualın digər hissəsi yuxarıdadır. Onu da götürək bura. Baxaq sualın digər hissəsinə. Videonun çox uzamaması üçün mən cədvəli əvvəldən hazır elədik. Amma burada bir qədər məlumatlar da qeyd edeyim. Deməli, Asif gitar ifa edirsə, onda avtomatik digər musiqi alətlərini minusa yazırıq. Yəni minus. Və o plusun olduğu sütunları da minus eləyək ki, digərlərin tapılmasına kömək eləsin. Okey. Malik rusca danışa bilir. Rusca danışa bilirsə, onda Malik rus plus, digərləri minus olacaq. Asif Yapon dilini bilmir. Asif Yapon dilini bilmirsə, Asif rus da bilmir. Çünki Malik rus bilir. Asif Yapon da bilmir. Asif Yapon bilmir. Elnur fransız dilini bilmir. Elnur fransız bilmir. Bir şey fikir verək. Asif rus dilini bilmir, amma Asif gitara ifa edir. Fransızca bilən skripka ifa edir. Yəni, belə bir cümlə var idi orada. Asif gitara ifa etdiyi üçün skripka ifa eləmir. Skripka da ifa eləmədiyi üçün deməli fransızca bilmir. Onda Asif rus dilini bilmir, çünki Malik bilir. Asif Yapon dilini bilmir, çünki burada qeyd olunub. Asif fransız bilmir, çünki skripka ifa eləmir. Deməli, Asif bilir ingilis dilini. Asif ingilis dilini bildiyinə görə, onda digər ingilis dili sütunda minusları yazaq. Onda görürük ki, Elnura hansı dil qaldı? Yapon dili qaldı. Elnur Yapon dili olur. Sütunun digər hissədən mənfilər yazaq. Onda göründüyü kimi Vüqarada fransız dili qaldı. Fransız dilini bilən skripka ifa edir. Ona görə Vüqar skripka. Bura minusları qeyd edək. Asif gitara, Vüqar skripka. Sonra Vüqar sazda ifa eləmir. Vüqar saz minus. Vüqar skripka da onsuz. Daha sonra piano ifa edən tələbə Yapon dilini bilmir. Elnur piano ola bilməz, çünki Elnur Yapon dilini bilir. Elnur piano ola bilməz. Onda Elnura qaldı hansı alət? Saz aləti. Bizə Elnur lazım idi. Deməli, saz və Yapon. Saz və Yapon. Buna uyğun variant A variantı. Keçid alırıq növbəti suala. Növbəti sualımız proqram təminatının, proqram fraqmentinin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? Bu məsələni həll edəcək. Deməli, burada cavab variantları verilib. Biz variantlardan seçməliyik cavabı. Gəlin baxaq. Bu cavabı seçmək üçün biz nə edə bilərik? Ən yaxşı variant odur ki, i-nin bir neçə qiymətini yoxlayaq və ilk bir neçə həddən artıq cavabı görəcəyik. Deməli, n-in yerinə
qəbul eləyək 3 olsun. N olsun 3. N bərabər 3. O zaman 3-ün N'in yerinə 3 qoysaq 3 plus 1, 4. 1-dən 4-ə qədər i'nin ala biləcək qiymətlər nə olar? i'nin ala biləcək qiymətlər 1, 2, 3. Bu qiymətlər olar. Bəs o zaman S nə qiymət alar? S bərabər 0 plus K'mız 1 olduğu üçün 1 bölünsün i. i də 1'dir. Yəni 1. 1 bölünsün 1. İkinci dəfə K mənfi K olur. Ona görə də olacaq plus K bölü i, yəni mənfi 1 böl i. i də artıq 2'dir. Yenə dövrün içərisində K mənfi K olur. Yəni müsbət 1 çevrilir. Üçüncü dəfə i 3 olur. 3-də müsbət 1. Bu ardıcıllığın ilk 3 həddinə baxsaq, bu yalnız Y variantında var. Keçid alaq, növbəti suala. Dördüncü sualda deyir ki, proqram fraqmentinin icrası nəticəsində, deməli, icrası zamanı klaviaturadan arasında bir boşluq olmaqla sözlərdən ibarət sətir daxil edilmişdir. Proqramın təyinatını müəyyən edin. Proqram təyinatını müəyyən edin. A bərabər input, A bərabər A nöqtə strip, C bərabər mənfi 1, K bərabər A nöqtə count boşluq və s. Bu tipli misalları həll etmək üçün ən yaxşı vasitə bir kiçik cümlə götürərək həmin cümlədən istifadə etmək lazımdır. Yəni dövrün bir neçə addımına baxmaq lazımdır. 1-2 addımına baxmaq lazımdır. O zaman çox əyani şəkildə artıq nə baş verdiyini anlayacağıq. Deməli biz onda bir cümlə daxil edirik. Cümləmiz olsun A bərabərdir. Bir boşluq qoymaqla cümlə yazaq. A bərabər bir cümlə yazaq. Zaman ən dəyərli sərvətdir yazaq. Sərvətdir. Aha, indi fikir verin, A bərabərdir A nöqtə strip. Strip nədir? Cümlənin, mətnin solunda sağında olan boşluqları siləcək. Yəni burada boşluq varsa, o boşluq ləğv olunacaq. Bir də təkrar edirəm, mətnin sağında solunda olan boşluqları siləcək. Ortasında deyil. Yalnız sağında və solunda olan boşluqlar silinəcək. C bərabər mənfi 1, K bərabər A nöqtə count boşluq. Bizdə boşluqlara baxırıq. Bir boşluq, iki boşluq, bir də dəyərli və sərvət arasında olan üçüncü boşluq. Yəni bizim bu misalda K'mız olur 3. For in range 1-dən K plus 1-ə qədər. K'mız 3-dür, 3 plus 1 4-dür. 1-dən 4-ə qədər i'nin ala biləcəyi qiymətlər i olur 1, 2, 3. B bərabərdir A nöqtə find. Boşluq C plus 1. C'miz neçədir? Mənfi 1. Mənfi 1 plus 1 neçədir? 0. Mənfi 1 plus 1 0'dır. Find. Boşluq 0-dan sağ tərəfə. Yəni find'ın sintaksində belə bir forma var ki, find element rəqəm. O deməkdir ki, rəqəm özü daxil olmaqla sağ tərəfdə həmin elementin rast gəlindiyi ilk indeks. Yəni bizdə C'miz mənfi 1'dir. Mənfi 1 plus 1 0'dır. Boşluğu 0'dan 0 öz daxil olmaqla sağda ilk dəfə nə vaxt görsək, onun indeksini qaytarmalıyıq. Gəlin indeks deyək 0, 1, 2,
3, 4, boşluğun indeksi 5. Yəni bizdə B-nin cavabı olacaq 5. Aha. Print A sətrinin 5, C-miz neçədir? C-miz mənfi 1-dir. Mənfi 1 plus 1 neçədir? 0-dır. B-yə qədər. B neçədir? 5-dir. Yəni A-nın 0-5 intervalında olan elementi çap edəcək. Məlumdur ki, kəsiklərdə sağ tərəfdə olan indeksə malik olan sətr götürülmür. Element götürülmür. Ona görə də 0-dan 4-ə qədər. Yəni nə çap olunacaq? Zaman sözü çap olunacaq. Zaman. C bərabər B. Yəni B-miz 5 olduğu üçün C-miz burada olur 5. I-miz olur 2. Bu dəfə 5 plus 1. B-yə fikir versək. 5 plus 1. 6. 6. Find'i 6-dan sağlıq taracaq. Boşluğu 6-dan sağlıq taracaq. 6, 7, 6, 7. Növbəti boşluğun indeksi 8-dir. Yəni boşluğa 6-dan sağ tərəfdə ilk dəfə 8 indeksinə rast gəldik. Ona görə də bizdə B olur 8. Və C-miz 5-də olduğu üçün 5 plus 1, 6. Bu dəfə 6-dan 8-ə qədər çap eləyəcəyik. 6-dan da 8-ə qədər 6, 7 indeksləri daxildir. Yəni ən sözü çap olunacaq. Göründüyü kimi bu kod cümlənin sözlərini ayrı-ayrı çap edir. Ən sonuncuda aşağıdakı printdə sonuncu sözü çap edir. Sərvətlə sözünü çap edəcək. Eyni kodu işlətsək, növbət dəfə olacaq. Boşluğun indeksi C plus 1-də, C-miz artıq 8 idi burada. 8 plus 1, 9. 9-dan baxacaq sağ tərəfə. İlk dəfə bu boşluğun indeksini qaytaracaq. Bu olacaq 9, 10, 11, 12, 13, 14, 15, 16 olacaq. Yəni üçüncü boşluğun daha doğrusu indeksi 16 olacaq. 16 olacaq. 16 olacaq. Bizdə də C-miz 8 idi. 8 plus 1, 9. 9-dan 16-ya qədər çap edəcək. 9-dan da 16-ya qədər 9 dığınıq olur. Dəyərli söz çap olacaq. Dəyərli. Bu şəkildə. Və i-miz artıq yekunlaşdığı üçün, artıq 3 olduğu üçün, artıq 3 yekunlaşıb. 4 bitir, 4 bitir. Növbəti dəfə çapda C plus 1. C-miz də artıq deməli növbəti dəfə o indeks 16 olmuşdu. 16 plus 1, 17. 17 düşür S hərfinə. 17-dən axıra kimi çap edəcək. O da sərvətli sözdür. Beləliklə sətirdəki bütün sözləri bir-bir çap edir. Keçid alırıq növbəti suala. 5-ci sual. Burada alt proqramlar vasitəsilə bir funksiya verilib. Aha. 5-ci sual. Def fan 1 ABC. Aşağıda def fan 2 ABC. Biz bildiyimiz kimi alt proqram olan funksiyalarda, alt proqram olan proqram kodlarında birinci baxmalıyıq qlobal dəyişənlərə. Baxmalıyıq x-a. Görək x nə verilib. X verilib fan 1, 4, 2, 3. Fan 1 funksiyası burada təyin olunub. O zaman 4, 2, 3-ü ABC-nin yerinə qoyuruq. 4, 2, 3. 4 böyükdür 2-dən. Bəli. Bəs 2 böyükdür 3-dən. Xeyr. Xeyr. Düşürük else. 4 plus 2 vur 2. Yəni 4 plus 4. Bunun cavabı olar 8. Burada oldu x8. Düşürük. Y bərabərdir fan 2. 1, 2x. Yəni 1, 2, 8. Onda fan 2 funksiyasında A-nın yerinə 1, B-nin yerinə 2, C-nin yerinə 8 qoyuruq.
A bərabərdir. A bərabərdir. 1 plus 2 vur 2. 5. B bərabərdir. A plus C. B bərabərdir A plus C. A artıq 5'dir. 5 plus 8. 13. Return A plus B. Yəni bu funksiyanın dəyəri olaraq, return dəyər qazandırır funksiyaya. Dəyər olaraq A plus B, yəni 5 plus 13 olacaq. 5 plus 13. 18. Beləliklə, Y-in qiyməti 18'dir. Bizdən də Y soruşur, cavab olur B variantı. Keçək növbəti suala. 6-cı sual. Proqramın icrası zamanı girişə 7 ədədi daxil edilərsə, nəticəni müəyyən edin. Baxaq bu sual necə həll olunur. N bərabər input. Amma inputa biz 7 daxil edəndə, input string tipində olduğu üçün, sətir tipində olduğu üçün 7 ədəd kimi yox, sətir kimi daxil olunacaq. Int n böyüdümü sıfırdan? 7'nin inti böyüdümü sıfırdan? Bəli. Kiçikdir ondan? Bəli. Nə edir burada? N vur 2. N vur 2. Sətir tipində olan elementi 2'ye vuranda o 2 dəfə təkrarlanmış olacaq. Olacaq 7, 7. Olacaq 7, 7. N özü də 7'dir. Yəni ədəd bərabərdir. Ədəd bərabərdir. Ədəd bərabərdir. 7 plus 7'ni vur 2'ye. 7, 7. İntə çevir. 77. Sonra STR çevir. Onda ola dırnaq 77. Bu şəkildə. Sonra daha doğrusu burada bir məqam var. Onu qaçırmamaq lazımdır. Bu STR'in mötərizəsinə fikir versək, STR'in mötərizəsi burada bağlanmayıb. Bu ən axırda bağlanıb. Fikir verin. Ona görə də burada 77 olmayacaq. Int 77 olacaq. Int 77. Int 77. Və 7'ni 3'e vurandan alırsınız. Sətir 7'ni 3'e vurandan alırsınız. 7, 7, 7 alırsınız. Onu da intə çevirəndən alınacaq. 777. Yəni 77 ilə 777'ni toplayırsınız int tipində. Alınmış cavabı STR-ə çevirirsiniz. Alınmış cavabı. Çünki STR bunların ikisinin cəmindən sonra verilir. 777. Biz bunu adi qayda toplayırıq. Bu şəkildə. Onda olacaq. Bunun bir dənə STR-ni eləyəcək. Bu ifadəni STR-ni eləyəcək. 7 14 bir yadda. 7 14 bir yadda. 15. Bir yadda. 854. Deməli. Biz nə elədik? 7'ni vurduq 2'ye. STR tipində. STR tipində. 7'ni vurduq 2'ye. Oldu. 77. 77'ni intə çevirdik. İntə çevirdik. Oldu adi 77. Yəni int tipində olan 77. Sonra 7'ni 3'e vurduq. Oldu 7, 7, 7. Daha sonra onu intə çevirdik. Oldu 3 dənə 7. Yəni 777 oldu. İndi 777 ilə 77'ni toplayırıq. 777 ilə 77'ni toplayırıq. Oldu 854. İndi 854'ü STR-ə çeviririk. STR-ə çevirəndə dırnaqda 854. Ona görə də 7 plus dırnaq 7, yəni sətir tipində olan 7 plus sətir tipində olan 854. Bu bizə nə verər? Təbii ki, sətirlər bir-birinə yapışar. O zaman elə 7, 8, 5, 4 alınacaq. 7, 8, 5, 4. Bu şəkildə. Yəni A variantı olundu. 7, 8, 5, 4. Yəni A variantı uyğundur. Keçid alaq növbəti olaq. 7-ci sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin.
Bu suala diqqətlə fikir versək, görəcəyik ki, burada yenə alt proqram var. Əvvəl baxaq nəyə? S bərabər 0, n bərabər 213. For i ilə. İlk olaraq i olur 2. 2. 2-ni aparıb f funksiyasında yerinə qoysaq, yəni i arqumenti 2 idi, f funksiyasında a arqumentinə 2 ötürülür. 2-ni biz vururuq int 2-yə. Int 2, yəni 2 ədəd oldu. 2 vurulsun sətir tipində 2. Axı i sətir tipindədir. Ona görə də 2-ni vururuq 2-yə. Amma bu sətir tipində olduğu üçün 2. Olacaq 2-2. 2-2 olacaq. 2-2 olacaq və biz onu intə çevirəcəyik. Yəni adı 22 olacaq. Davam edək. Götürürük 1-i. 1-i vururuq int 1-ə. Onda 1 dənə 1 olacaq. Onu da intə çeviririk burada. Burada olur 1. Daha sonra 3 götürürük. 3-ü aparıb f funksiyasını yerinə qoyuruq. Onda 3 vurulsun int 3. Yəni 3 dənə 3. 3 dənə 3 və həmin 3 dənə 3-ü də intə çeviririk. Olur 333. Bu rəqəmləri toplasaq 356. Yəni D variantı uyğun olar. 356 uyğun variantda D variantı. Kes alaq 8-ci suala. 8-ci suala baxaq. A bərabər 4, n bərabər 5. Proqramın nəticəsini müəyyən edin. Proqramın nəticəsini müəyyən edin. Biz birinci def vasitəsilə, def açar sözü vasitəsilə yaradılmış proqrama deyil, biz birinci A-dan başlayacağıq baxmağa. İlk olaraq buradan başlayırıq. Siyahının ilk elementi verilib, A-da 4-dür. Yəni 4 verilib. 4. Int input n 5 verilib. Bu 5-i qeyd edək. Boş siyahı açılıb. Bu siyahıya int A append olunub. Int A. Yəni bu siyahıda artıq, P siyahısında artıq 4 var. Int A. Yəni int 4. 4 siyahı əlavə olunub. İndi 4-dən gəzirik. A bərabərdir list ctr A. Bizdə A nə idi? 4 idi. 4-ü siyahıya çevirir. Onda A olur siyahıda 4. Bu şəkildə. Daha sonra A bərabərdir FA edir. A bərabərdir FA. Yəni apar F funksiyasında bu 4 siyahısını F siyahısında M-in yerinə qoyur. O zaman 4-ü aparıb F siyahısında M-in yerinə qoysaq, biz M siyahısında, yəni 4 siyahısında gəzsək, 0 plus int 4, cavabın olar 4. 4-ün kvadratı 16. Bizə 16 dəyəri qayıdır. Yəni A-mız 16 olur. Və biz bu P siyahısına 16-nı əlavə edirik. P siyahısına 16 əlavə olundu. Davam edirik. Keçirik növbəti. I olur 2. Davam edirik. List ctr A. Yəni biz bu A-mız 16 olmuş, düzdür. 16-nı string tipinə çeviririk. Olur dırnaqda 16 və həmin 16-nı sətrə çevirəndə olur bir-bir parçalanır elementlər. 1, 6 olur. Bu şəkildə. İndi A bərabərdir FA. Bu deməkdir ki, F funksiyasında 16 siyahısını M siyahısının əvəzinə istifadə edəcəyik və M siyahısında gəzərək, yəni bu 1-6 siyahısında gəzərək elementlərin intə çevrilmiş formasını, int tipinə çevrilmiş formasını, tam tipə çevrilmiş formasını cəmləyəcəyik. 1 ilə 6-nın cəmli neçə olacaq? 7. 7-nin kvadratı neçə olacaq? 49. Növbəti burada alınan ədəd 49-dur. 49. Deməli biz 49-u götürdük və siyahıya əlavə edirik. P siyahısına əlavə edirik.
Burada olacaq 49. Davam edirik. Növbəti addımda biz artıq A-mız 49'dur. 49'u STR və listə çeviririk. O zaman bu olacaq 4, 9 ayrıca və aparıb bunu F funksiyasında yerinə qoyanda 4'ün və 9'un tam tipə çevrilmiş forması 13 eləyir, 13'ün kvartini neçə eləyir? 169. Bizə P siyahısına 169 əlavə olunacaq. 169. 169 əlavə olunacaq. Nəzərə alaq ki, bizdə M5-dir. Axırıncı olaraq biz M bərabər 4'ü yerinə yetirəcəyik. Çünki 3 addım yerinə yetirmişik. 16, 49, 169 əlavə eləmişik. Sonuncu addım N'in 4 addımıdır. Çünki M5'dir, 5'ə qədər işləmir də, 4'ə qədər işləyir. Düzdür? İndi biz götürürük 169'u. Bura 169, A 169'dur artıq. 169'u STR tipinə çeviririk. Onda olacaq 169 və bu 169'u rəqəmlərini toplayırıq. F funksiyasında. F funksiyasında 169 sətr siyahısının rəqəmlərini toplayırıq. Int tipində. O olacaq 16. 16 olacaq. Burada 16 alınacaq. A. 16. 16'nın da kvadratı. 16'nın da kvadratı. Olacaq 256. 256. Və 256 əlavə olunacaq siyahıya. Dövr bitir. Bizim siyahımızda, P siyahımızda 4, 16, 49, 169, 256 yaranır. Daha sonra biz buradan neylik? Siyahının M-1, M5'dir. 5-1, 4. 4-cü elementini çap edirik. 4-cü elementə fikir verin. 0, 1, 2, 3, 4-cü element. Yəni 256. Ona görə də cavabımız olur 256. Keçid alaq növbəti suala. 9-cu sualda deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Import mass A verilir, belə bir siyahı, K verilir, belə bir siyahı. Daha sonra alınmış cavabı soruşurlar. Burada nə etmək lazımdır? Başlayaq. Nə etmək lazımdır? Başlayaq. Deməli, S bərabərdir boş sətir, M bərabər 1, for I in A. S bərabər S plus K, M plus int, mass SQRT I. Mass.SQRT square root deməkdir, kvadrat kök deməkdir. İ'miz 200'dür. 200'ün kökü 14, 200'dən kök alsaq, 14 tam neçə? Tamı götürsək 14. 14, M'miz neçədir? 1. 1 plus 14, oldu burada 15. Bizə lazımdır K 15. Yəni K sətrinin, burada bir əlifba verilib, həmin əlifbanın 15-ci elementi bizə lazım olacaq. 15-ci element. Aha, 15-ci element lazımdır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Oldu P hərfi. Bizim sətrimizin ilk hərfi P olacaq. Digər variantları əvvəldən vuraq ki, geçsin. M oldu mənfi M, yəni M artıq mənfi 1'dir. İndi növbəti i'miz 300'dür. 300'dən kök alsaq, bu 17 tam, 289, 17'nin kvadratıdır. 17'nin də burada tamdır, 17 lazım olacaq bizə. Bayaqki 14 idi, burada 17 alındı. 17 plus mənfi 1. M artıq mənfi 1 daha. 17 plus mənfi 1, 16 eləyir. Bizə lazımdır 16-cı element. 16-cı elementdə. Bayaq P15 idi, 16-cı element 2'dür. 2'dür yəni. Aha, davam edək. Növbəti elementimiz 400'dür. M dəyişdi, oldu müsbət 1. 400'dən kök alsaq, bu 20 deməkdir. Tam hissəsi 20'nin özüdür. M artıq 1'dir. 20 plus 1, 21'dir. Deməli, P15 idi, Q16, R17, S18, T19, U20 idi və 21 idi. Yəni, 3-cü hərfimiz V'dir. V. Hər iki variantda V hərfi var. 4-cü olaraq biz gedirik 500'ə.
500-dən kök alırıq. Bu 22 tam neçədir? Tam hissəsini götürürük. Bu 22 olur. Bayaq 20 idi, indi 22 olur. 22 plus mənfi 1, çünki burada 1 dəyişib mənfi olmuşdur. 21 olur. Yenə biz 21-ci element çap edirik. 21-ci elementimiz nə olur? V olur. V olur. Yenidən V olur. Ona görə də variant D olacaq. Yəni 20 plus 1 21. Burada da 22 almışdı. 22 minus 1. Yenə 21. Eyni variant alınır. Ona görə də cavab olur D variantı. Keçək növbəti suala. 10-cu sual. Proqramın təyinatını müəyyən edin. Ədəd 1, ədəd 2 tam şəkildə daxil olunur. Boş siyahı götürülüb. Aha. İndi görək növbəti olaraq kodda nə istənilir bizdən. For in range 1-dən ədəd 2 plus 1-ə qədər, if ədəd 2 faizi bərabər 0, and ədəd 1 faizi bərabər 0, siyahı nöqtə əppendi. Siyahı, len siyahı minus 1. Bu kod nə koddur? Belə deyək də, biz əgər 2 rəqəm daxilləsək, məsələn deyək ki, daxilləmişik 12 və 18. 12 və 18 daxilləmişik. Biz 18 plus 1-ə qədər davam edirik. 19, 1-dən 19-a qədər hansı ədədlər var? 18-ə qədər bütün ədədlər var, düzdür? 1-dən 18-ə qədər olan bütün ədədləri həm 12-ni, həm də 18-i həmin ədədlərə bölürük. Yəni 12-ni də bölürük 1-ə, 18-i də bölürük 1-ə. Qalıqlar nədir? Qalıqlar 0-dır. O 1-i atırıq nəyə? Siyahıya. Bir dənə siyahı açırıq. 1-i atırıq. Başqa sözlə ortaq bölənləri siyahıya atırıq. Daha sonra 2 olur. 12-ni 2-yə, 18-i 2-yə bölürük. Hər ikisinə bölünürmü? Bəli, siyahıya atırıq. 3, 12, 18 hər iki 3-ə bölünür? Bəli, bölünür. 4, xeyr, 18 bölünmür. Bildiyimiz kimi ənddə hər ikisi ödənməlidir ki, true gəlsin. Siyahıya əlavə olunmadı. 5 bölünmür, əlavə olunmadı. 6, bəli, 12 və 18 hər ikisi 6-ya bölünür, əlavə olundu. Aydındır ki, bundan daha sonraki ədədlərin heç biri həm 12, həm də 18-də bölünməyəcəklər. Deməli, bu siyahımız bizim 1, 2, 3, 6 oldu. Və len siyahı minus 1. Len bunun uzunluğudur, 4-dür. 4-dən 1 çıxanda nə qalır? 3 qalır. Və siyahının 3-cü elementini çap eləsək, 0, 1, 2, 3, göründüyü kimi 6 çap olunur. Yəni, bu kod 12 və 18 üçün 6 tapdı. Nədir bu? Əbobdur bu. Beləliklə, uyğun variant A variantı olar. Keçid alaq növbəti suallara. 5-12 rəng salarlı palitradan istifadə etməklə 384 vur 600 piksel ölçülü təsvirin hər birini yadda saxlamaq üçün əlavə 30 KB informasiyanı da saxlamaq lazım gəlir. Əgər təsvirlər üçün 3 MB yaddaş ayrılarsa, neçə belə təsviri yadda saxlamaq olar? Neçə belə təsviri yadda saxlamaq olar? Deməli, 512 rəng saları bizə verir 9 bit. Çünki 2 üstü n bərabər 512, n bərabər 9 bit. 9 bit. Və biz nə edirik? Qrafik informasiyanı başlayırıq həcmini hesablamağa. 384 vurulsun 640. 384 128 vur 3 deməkdir. Yəni 3 vurulsun 207. 640 128 vur 5 deməkdir. Yəni 207 vurulsun 5. Biz bunu hesablayırıq. Vururuq 9 bitə. 9 bitə. Və üzərinə gəlirik 30 KB. Yəni, bir təsvirin həcminin üzərinə əlavə olaraq 30 KB da gəlinməlidir, məsələnin şərtinə görə. Gəlin bunu hesablayaq. V bərabərdir. Bildiyimiz kimi bitdən kilobaytı keçmək üçün 213-ə bölmək lazımdır. O zaman biz bu ifadəni 213-ə bölmüş oluruq. Bölsək, 207, 207, 214 eləyir. 214-dən 213 gedər. V nə qalır? V nə qalır?
3 vur 5, 15. 15 vur 2 qalar. 15 vur 2, o da bizə nə verər? 15 vur 2 neçə edir? 30. 30 da vuraq 9-a. Olur 270. 270-ün də üzərinə bir 30 kilobayt gəldik. Yəni bu 270 kilobayt oldu. Üzərinə 30 kilobayt gəldik. Burada alınır 300 kilobayt. 300 kilobayt alınır. İndi biz 3 megabaytlıq yaddaşın içərisinə neçə dənə 300 kilobayt yerləşdirə bilərik? Bu yerləşdirə bilərik məsələlərində bir şey yadda saxlamaq lazımdır ki, tam hissə götürülür. Bölünüb tam hissə götürülür. Məsələn, belə düşünün ki, 10 megabaytlıq yaddaşa neçə dənə 3 megabaytlıq fayl yerləşdirərdiniz? 10 megabaytlıq yaddaşa neçə dənə 3 megabaytlıq fayl yerləşdirərdiniz? Əlbəttə cavabınız 3-dür. 10 megabayta 3 megabaytlıq 3 dənə fayl yerləşdirə bilərsiniz. Çünki növbəti fayla artıq yeriniz yoxdur. Beləliklə bölüb tamı götürməlisiniz. Düzdür? Ona görə də burada da biz 3 megabaytı 300 kilobayta bölüb tamını götürməliyik. 3 megabaytımız neçə kilobaytdır? 3 megabaytımız neçə kilobaytdır? 3 vurulsun 1024. 3 vurulsun 1024. 3 vurulsun 1024. Bölünsün 300. Burada da 3 çarparsa ixtisar 1024 bölü 100. 10 tam nə qədər düşür? Tamı götürürük. Cavab 10. Uyğun variant B variantı. Keçid alırıq 12-ci suala. 12-ci sualın həllini mən çalışacağım ki, elə qrafın öz üzərində göstərək. Qrafın öz üzərində göstərək. Bildiyimiz kimi bu tipli suallarda biz nə edirik? Biz elə hər təpəyə gələn tillərin sayını yazırıq. Başlayaq B təpəsindən. B təpəsinə gələn tillərin sayı 1. Yolların sayı 1. Y təpəsinə gələn yolların sayı 1. Amma D təpəsinə gələn yolların sayı 1, 1, 1. A'dan D'dən, A'dan B'dən Y'dən. Yəni 3-dür. F məntəqəsindən keçməyən, F məntəqəsindən keçməmək şərti. O deməkdir ki, F məntəqəsindən gələn və gedən bütün tillərə blok qoyuruq. Blok qoyuruq. Okey. Gəldik. K-nın kodu. K-nın biz buna şərti olaraq kod deyirik. Yəni gələn yolların sayı 1-dir. Elə gələn yolların sayı 1-dir. Onda C-yə gələn yolların sayına fikir verin. Ən yaxın tillərin kodlarını düzənləyirik. 1, 3, Y-dən gələn 1 var. 5 oldu. L-dən gələn 1 var. 6 oldu. Cavab da olur A variantı, yəni 6. Keçək növbəti suala. Burada 13-cü sualda deyir ki, elektron cədvələ əsasən B2 xanasında yazılmış düsturu B2 D4 diapazonlu olan hər bir xanaya köçürdükdə D5 xanasında alınacaq ədədi müəyyən edin. A dollar 1 plus dollar B1. Aha, biz bunu necə yazaq? Bildiyimiz kimi xanaları köçürdükdə nisbi xanalar müvafiq sətir və sütun sayı qədər dəyişir, amma mütləq xanalar dəyişmir. Qarışıq xanalarda isə hansı sətirin və yaxud da sütunun hansı elementin qarşısında dollar işarəsi varsa, onlar dəyişməyəcəklər. Ona görə də gəlin biz bunları hesablayaq. Əvvəl sürüşdürək, daha sonra hesablayarıq. Bizə lazımdır B2 D4 diapazonu. B2 D4. B2-dən D4-ə qədər. Bax, belə bir diapazon. Buradan B2-dən D4-ə qədər. D4-ə qədər. Biz bura qədər sürüşdürməliyik.
Başlayaq. Əgər B2-ni B3-ə sürüşdürsək, eyni üstündə olduğu üçün A dəyişməz. Xətlərin qalınlığını bir qədər azaldım. Bunu bir eləyə bu dəfə. A. Sətirlər dəyişəcəkdir, amma dollar işarəsi var. Dəyişməz. A dollar 1 plus dollar B 1 dəyişər 2 olar. Çünki qarşısında dollar yoxdur. Və bura düşsək burada A dollar 1 plus dollar B3. Keçək sağ tərəfə. B2-ni C2-ə sürüşdürsək, A olar B. 1 dəyişməz onsuz da. Dollar olduğu üçün B dəyişməz. Dollar B. 1 də dəyişməz çünki eyni sətirdəyik. Daha sonra bu indi yazdığımız düsturu aşağı sürüşdürsək, onda olacaq. B qalacaq yerində. Dollar 1 qalacaq yerində. Çünki dollar işarəsi var, sətir dəyişmir. Plus dollar B, amma 1 dəyişib 2 olacaq. Eyni şeyi aşağı sürüşdürsək, B dollar 1 plus dollar B3 olacaq. Dollar B3 olacaq. Dollar B3. İndi isə gələk növbəti sürüşdürək sağ tərəfə, D2-yə sürüşdürək. Onda B olar C. B olar C. Dollar 1 plus dollar B1. Burada olar C. Dollar 1 plus C dollar 1 plus dollar B2. Burada da olar C dollar 1 plus dollar B3. İndi gəlin bunların qiymətlərini hesablayaq. Çünki D5-də cəm soruşulur. Cəm soruşulur. Ona görə mən burada qiymətləri yazacağım. Gəlin başlayaq. A1 plus B1. A1 plus B1. 1 ilə 2-nin cəmidir. Oldu 3. A1 plus B2. Deməli, A1 ilə B1-in cəminin sonunda 3 olmuşdur. İndi A1 plus B2. B2 artıq 3'dür. A1 də 1'dir. 1 3'ün cəmini olur 4. Bax, burada olacaq 4. A1 plus B3. B3 artıq 4'dür. 1 plus 4 oldu 5. Keçdik sağ tərəfə. Yəni C2 xanasına. B1 B1. B1 B1. 4. B1 B2. B2'miz 3'dür. B1 B2. B1 B2. B2'miz 3'dür. B1'miz 2'dir. Bunun cavabı olur 5. B1 B3. B1 B3. B1 3'dür. B3 4'dür. B1 3'dür. B1. Yo, B1 2'dir. B1 2'dir. B3'ümüz isə 4'dür. 2 4 6. Keçdik D2 xanasına. C1 B1. 3 2 5 olur. C1 B2. 3 3 6 olur. Və C1 B3. C1 3 B3'də B3'də 4 7 olur.
Beləliklə, biz belə bir ədədlər aldıq. 3, 4, 5, 4, 5, 6, 5, 6, 7. Bunlar da cəmi. Sam bərabərdir. 3, 4, 5 toplasaq 12, 4, 5, 6 toplasaq 15, 12, 15, 5, 6, 7 toplasaq 18. Yekun cavabda 45 olar. Buna uyğun variant C variantı olar. Keçək növbəti suala. 14-cü sualda Excel-ə aiddir. Excel'də burada nə soruşulur? Deyir ki, elektron cədvəl fraqmentində Y1 xanasında olan düstur Y2, Y4 diapazonunda olan hər bir xanaya köçürülmüşdür. B3, Y3 diapazonuna əsasən qurulmuş diaqramı müəyyən edin. Diaqrama baxdıqda da biz görürük ki, burada ədədləri göstərən diaqramdır. Yəni, bir sözlə biz ədədləri burada bilməliyik. Ədədləri bilməliyik. Gəlin baxaq. B1 neçədir? 12. Qələmin rəngini dəyişim, aydın görsənsin. Deməli, B1-imiz neçədir? 12-dir. B3 minus 2. B3 minus 2. Görürsün, B3 sözü lazımdır. B1 plus 1. 12 plus 1. 13. Bunun da cavabı 13'dür. B3 minus 2. 13 çıx 2. 11. Sonra keçdik. Y1. Deyiş xanasında Y1 yazılır. Y1. Y1 xanasında düstur yazmaq lazımdır. B1 plus D1. B1 12. D1 14. Çıx C1 11. Bunun cavabı olur 15. Buraya yazırıq 15. İndi biz Y1'i buradan gördük. Oldu 15. 15. Y1 minus 1. 15 minus 1. Oldu 14. Aha. Burada da Y1 var idi 15. Yəni B4 xanasında da bir Y1 var idi. 15. Bunu da qeyd edək. İndi biz bura Y1'də yazılmış düsturu bax, bu xanalara köçürməliyik. Onda burada nə olur? B1, D1, C1'i aşağı köçürsə bir vahid olacaq B2, D2 minus C2. Çünki sütun eyni qaldığı üçün sütunlar dəyişmir, sətirlər isə bir vahid azalacaq. Burada olacaq B3, D3 çıx C3. Burada olacaq B4, D4 çıx C4. Qiymətləri hesablamaq lazımdır. B2, D2, B2 14, D2 15, çıx C2 12. Aha, burada cavabı nə qalar? 17. Bunun cavabı oldu 17. Bunun cavabı oldu 17. B3 plus D3. B3 yəni 13. 13 plus D3 yəni 14. 13 plus 14 17. 17 minus C3. C3 11. 17 minus 11 6. 6. B3 plus D3. B3 13. D3 D3 14. 13 plus 14 27 çıxılsın C3. C3'ümüz də 11'dir. Qaldı 16. 16. Keçdik B4 plus D4'ə. B4 yəni 15. D4 12. C4 13. Bunu da cavab eləyir 14. 15 plus 12 minus 14. 14. Deməli bizim alınan qiymətlərimiz neçədir? 16, 17, 14. 17, 16, 14'tür. O zaman biz baxaq görək 17, 16, 14 harada var?
Bizdə bir əvvəlki sətir də var, onu da unutmayaq. Çünki bizdən, daha doğrusu bizdə B3 Y3 soruşur. B3 Y3 soruşur. B3 Y3 soruşursa, B3 Y3 soruşursa, onda bizə B3 C3 D3 Y3 lazımdır. B3'ümüz 13, B3'ümüz 13, C3'ümüz 11, D3'ümüz 14, Y3'ümüz 16. 13, 11, 14, 16. 13, 11, 14, 16. 13, 11, 14, 16. Elə variantı uyğundur. 13, 11, 14, 16. 16, 15'dən biraz yüksək, 14 biraz aşağı. 13, 11 isə 13, 11'dən böyük olmaq şərti ilə 15'dən aşağı. Yəni uyğun variant hansı variant olur? A variantı olur. Davam edək 15-ci sualına. Paint proqramında 2400 baytlıq pixel BMP qrafik faylını redaktör edərək üzərinə Unicode standartında informasiya modeli ifadəsi yazılmışdır. Faylın redaktördən sonraki informasiya həcmini müəyyən edin. Təsvirin üzərinə yazı yazsaq da bu təsvirin informasiya həcmini dəyişməz. Çünki təsvir mətn deyil, mətn kodlaşdırması kimi deyil. Simvol sayı artdıqca orada, mətn kodlaşdırmasında simvol sayı artdıqca informasiyanın həcmi artır. Burada isə piksellərdən təşkil olunduğuna görə piksel sayı dəyişmir. Sadəcə pikselin formaları dəyişir. Orada piksellərin birləşmə sxemləri dəyişir. Yəni orientasiya dəyişir. Başqa sözlə piksellərin rəngi dəyişir. Mətn yazıda piksellərin rəngi dəyişir. Belə deyək. Piksellərin sayı dəyişmir. Ona görə də faylın həcmi dəyişməyəcək. Faylın həcmi dəyişməyəcək. Burada onda uyğun variant elə özü qədər. Yəni Y variantı olacaq. Y variantı olacaq. Keç dalaq növbəti suala. 16-cı sual. Verilənlər bazası cədvəlinin fraqmentinə əsasən ümumi məbləği 2000 AZ-dən çox olan neçə növ məhsul olduğunu müəyyən edin. Ümumi məbləğ deyəndə biz sayı vurmalıyıq qiymətə. 2 vur 200, 400, 2000 aşır mı? Xeyr. 5 vur 50, 250, 2000 aşır mı? Xeyr. 3 vur 500, 1500 aşır? Xeyr. 6 vur 1500, 9000, 2000 aşır? Bəli. 7 vur 70 aşmır. 8 vur 100 aşmır. 5 vur 1000 aşır. 2000 aşır. 4 vur 900, 3600 aşır. 6 vur 1500, o da 9000 aşır. Yəni neçə növ məhsul? 3, 4 növ məhsul. Uyğun variant A variantı. İndi isə bizdə belə bir sual var. HTML kod əsasında yaradılmış internet səhifəsi brauzerdə necə əks olunur? Göründüyü kimi bizdə bu cədvəldə TR sayı 2-dir. Yəni cədvəlimizin 2 sətri olacaq. Cədvəlimizin 2 sətri olacaq. Sonra sütun sayına baxırıq, TD sayına baxırıq. Fakültə, ixtisas, qrup. Sütun belədir. Fakültə, ixtisas, qrup. Aha, yəni 3 dənə nəyi var? Sütunu var. Fakültə, ixtisas, qrup. Yəni bu şəkildə bir cədvəl alınır. Və orada da baxanda görsənir ki, burada bold, fakültə bold, qalın olacaq. Bold. İxtisas YM, yəni kursiv olacaq. YM. Qrup isə strong, yəni yenə də qalındır. Aşağıda tətbiqi riyaziyyat boşdur, yəni heç bir seçim verilməyib. Komentərləri boşdur, heç bir seçim verilməyib, heç bir formatlama olunmayıb. TK38-dən altını xətt çəkiləcək, çünki U hərfi var. Beləliklə, biz cavablara baxmalıyıq ki, görək hansı uyğundur. Fakültə və qrup qalın, ixtisas kursiv, bir də TK38-in altından U xətti çəkilməlidir. Daha doğrusu xətt çəkilməlidir. Ona U təqib verilib. Gəlin bunu bir-bir baxaq. A variantını yoxlayaq. A variantında fakültə qrup qalındır, ixtisas kursivdir, doğrudur.
Amma tətbiqi riyaziyyat olduğu üçün verilib, doğrudur. Kombin elmləri isə kursivlə verilib. Lakin bizdə kombin elmlərində kursiv yox idi. Kursiv yox idi. Ona görə də A variantı yanlışdır. B variantı fakültə qalın deyil, ümumiyyətlə yanlışdır. C variantı deməli fakültə doğru olsa da qrup qalın olmalıydı, o deyil. A, B, C getdi. Burada qaldı D variantı. Fakültə qrup doğrudur, qalındır. İxtisas kursivdir, doğrudur. Tətbiqi riyaziyyat kombin elmləri olduğu üçün verilib, doğrudur. Və tek kod seçinin altından xətt çəkilib, doğrudur. Yəni uyğun variant D variantıdır. Keçək növbəti suala, 18-ci sual. 18-ci sualda bizdən nə tələb olunur? 18-ci sualda bizdən tələb olunur ki, cədvəldə axtarış serverinə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. 18-ci suala baxırıq. Cədvəldə axtarış serverinə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Burada riyaziyyat, informatika, fizika, riyaziyyat and fizika, informatika and riyaziyyat, informatika and fizika. Bir şey fikir verək, informatika and fizika sıfırdır. Ona görə də bunu ənənəvi formada bu şəkildə çəkmək olmayacaq. Biz normalda 3 dənə çoxluq olanda Euler-Venn diaqramlarını belə qururduq. Amma burada sıfır məsələsinə fikir vermək lazımdır. Ona görə də biz bunu bu şəkildə qurmayacağıq. Biz nə edəcəyik? 2-2 bura kəsişməlidir. Yəni 3-ü də kəsişməli deyil. Bu şəkildə və bu şəkildə. Hansıların kəsməsi sıfırdır? İnformatikanın, fizikanın. Deməli, buna informatika, buna da fizika veririk ki, bunların kəsməsi yoxdur. Ortada olur riyaziyyat. Okey, başlayaq. Riyaziyyat and fizika 18. Riyaziyyat and fizika 18, yəni kəsmələri 18-dir. Qeyd elədik. İnformatika and riyaziyyat 15, yəni kəsmələri 15-dir. Qeyd elədik. İndi informatika bütöv 30 olduğu üçün 30 çıxılsın 15. Fizika bütöv 40 olduğu üçün 40 çıx 18, 22. Riyaziyyat 15 və 18, burada cəmlənsə 33. Cəmsi 45-dir. 45 çıxılsın 33, 12 olar. Beləliklə, bizdən nəyi soruşurlar? İnformatika or riyaziyyat or fizika. Bu çoxluların birləşməsi deməkdir. Ona görə də biz buradakı bütün sayıları toplamalıyıq. 15, 15, 30, 30 plus 12, 42, 42 üstə 18, 60, 60 plus 22, 82 olur. Uyğun variant A variantı. 19-cu suala baxacağıq. Information sözü K bərabər 3 olmaqla C zarısıyla şifrələnmişdir. Yeni sətrin hər simvolundan sonra ulduz simvolu ilə əlavə olunmuşdur. Alınmış sətirdə yalnız 1, 7, 15 və 21-ci mövqelərdə yerləşən simvollara K bərabər 2 olmaqla yenidən şifrələmə tətbiq olunmuşdur. Daha sonra ulduz simvolları silinmişdir. Nəticəni müəyyən edin. Başlayaq. Görək bu misalı necə yazırıq. Okey. Information K bərabərdir 3. Biz nə etməliyik? 3 white sağ. K bərabər 3 olmaqla deməli biz nə edəcəyik? Əlifbaya baxırıq. I hərfini 3 white sağa sürüşdürürük. Jıqıllı. Deməli birinci hərfimiz oldu. Ulduz. N-nı 3 white sağa sürüşdürsək. OPG oldu. G. Ulduz. Daha sonra F-nı 3 white sağa sürüşdürsək. I oldu I, ulduz. O-nı 3 vahid R, ulduz. R-nı 3 vahid U, ulduz. M-nı 3 vahid P, ulduz. A-nı 3 vahid D, ulduz. T-nı 3 vahid T hərfi 3 vahid W, ulduz.
i3 var. i3 var. L, ulduz. 13 var. R, ulduz. Və n-nı 3 var sürüşdürsək, n hərfi 1, 2, 3 q olacaq. Q ulduz. Q ulduz. Alınmış sətirdə yalnız 1, 7, 15 və 21-ci mövqelər. Birincidə yerləşmiş 2, 3, 4, 5, 6, 7. 7-cidə yerləşmiş 8, 9, 10, 11, 12, 13, 14, 15-cidə yerləşmiş 16, 17, 18, 19, 20, 21. 21-də yerləşmiş. Simvolları k bərabər 2 olmaqla yenidən şifrələmə tətbiq edildikdən sonra, yəni yenidən 2 vayt sağa sürüşdürürük. L hərfini 2 vayt sağa sürüşdürsək, n, yəni L ləğv olur, n olur. R-nı 2 vayt sağa sürüşdürsək, t, r ləğv olur, t olacaq. W-nı 2 vayt sağa sürüşdürsək, y, w ləğv olur, y olur. Q-nı 2 vayt sağa sürüşdürsək, q-nı olur, s. Daha sonra ulduzlar silinir. Ondan alınır. N, N, Q, I, T, T, U, P, N, Q, I, T, U, P, D, Y. Aydın ki, cavab görsənir. Yəni, B variantı cavab. Keçək növbəti suala. Növbəti sualımız 20-ci sualdır. 20-ci sualda belə bir cədvəl verib və deyir ki, bu cədvəldə kitabın adı, forum, nəşr ili 2018. Kitabın adı, forum, adı ulduz, forum, ulduz. Yəni, forum sözünün solunda və sağında hərflər ola bilər, çoxlu sayda və yaxud da olmaya bilər. Amma kitabın adında forum sözü, forum alt sətri olsun. Biz də baxırıq ki, bu var informatikada. İnformatikada var. Bir də informasiya nəzəriyyəsində var. Yəni, buna uyğundur kitab kodları. Buna uyğun kitab kodları 1.7 uyğundur. 1.7. Daha sonra nəşr ili 2018-dən böyük olsun. 2018-dən böyük. Baxırıq ki, informatika və informasiya nəzəriyyəsi hər biri 2018-dən böyükdür. Ona görə də ora qədərki hissə, yəni birinci mötərizənin verdiyi cavab 1 və 7 olacaq. 1 və 7. İndi keçid alaq oradan sonra. Müəllif bərabərdir A. Quliyev ulduz. Bu deməkdir ki, A. Quliyev özü də ola bilər,